Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Mən Xəyyam müəllim. Bugünkü videomuzda yeni əlavə olunmuş mövzulardan, praktik təfəkkürdən danışacağıq. Ümumi olaraq müəllimlər, təfəkkür növlərinə keçməmişdən qabaq hər zaman biz bilməliyik ki, ilk olaraq təfəkkür ifadəsi nə kimi əhəmiyyətə malikdir və nə deməkdir? Təfəkkür insan beynində dayanmayan bir prosesdir. Yəni bu proses elə bir prosesdir ki, bu insanı düşünməyə vadar edir. Hərəkətə gətirir. İnsanın açıq deyək belə ayağını, əlini hərəkətə gətirir təfəkkür və yaxud da onun beynini, dilini, sözlərini hərəkətə gətirir. Nəyisə məsələn əzbər demək, nəyisə olduğu kimi demək, kiminsə adını xatırlamaq, hansısa ölkənin adını xatırlamaq təfəkkür deyil. Təfəkkür nəyisə müqayisə etmək, nəyisə həll etmək, nəyisə yaratmaq, nəyisə icra etmək. Təfəkkür bununla bağlı bir ifadədir. Və biz bugün praktik təfəkkürdən danışırıq. Praktik təfəkkürün çox anlaşılan bir izahı var. Deyir ki, real həyatı problemlərin birbaşa icrasını və ya icrasının həll yolunun təklif olunmasını özündə ehtiva edir. Niyə bu ifadələrdən hər ikisindən istifadə edir? Məsələn, praktik təfəkkür adında praktik sözü var. Biz düşünə bilərik ki, ancaq burada praktik bir tətbiq olmalıdır. Lakin bu təfəkkür növündə təkcə tətbiq yox, həm də o tətbiqin həll yolunu da təklif edə bilərik. Praktik təfəkkürün digər təfəkkürlərdən fərqi ondan ibarətdir ki, bu təfəkkür növündə müəyyən vaxt çərçivəsində verilmiş problem praktik olaraq həll olunmalıdır və yaxud da ona həll yolu təklif olunmalıdır. Burada bəzi nümunələrimiz var. Elə bu nümunələrdən çıxış edərək biz praktik təfəkkür mövzusunu tam olaraq anlaya bilərik. Deməli, məktəbin həyətində yay aylarında ağac quruyur. Əlavə su mənbəyi yoxdur. Deməli, bizim problemimiz, müəllimlər, aydındır. Əlavə su mənbəyi olmadığından demək ki, ağaclar quruyur. Və burada artıq gördüyünüz kimi hər hansı bir xüsusi olaraq yaradıcı bir iş, hər hansı bir izah etmə falan heç nə lazım deyil. Birbaşa əldə olunan sadə vasitələrdən, əldə nə varsa, istifadə edərək həll yolu təklif etmək lazımdır. Bax, praktik təfəkkür problemə anında bir tətbiqli həll yolu və yaxud da həll yolu təklif etməyə aiddir. Məsələn, ikinci nümunəmizə baxaq. Təbiət fənni dərsidir. Müəllim suyun süzülməsini göstərmək istəyir, lakin laboratoriyada filtr kağızı yoxdur. Yəni, problemimiz filtr kağızının olmamasıdır. İndi baxın, birbaşa şagird həmən o vaxt çərçivəsində tez bir zamanda plastik butulkanı kəsir, alt hissəsinə pambıq və qum yerləşdirərək sadə süzgəc hazırlayır və müəllimə təqdim edir. Yəni, müəllimlər, praktik təfəkkür budur. Şagird problemi görür, o vaxt çərçivəsində anında qərar verərək hər hansı bir model formasında, nüsxə formasında, hər hansı bir layihə formasında, hər hansı bir formada, yəni o problemi anındaca həll edib təqdim etməlidir və yaxud da ki, ona bir praktik tətbiq etməlidir. Üçüncü bizim nümunəmiz belədir ki, sinifdə proyektor işləmədikdə, deməli, problemimiz sinifdə proyektorun işləməməsidir. Görün, yenə də şagird birbaşa mövcud materiallardan istifadə edərək dərsi fasiləsiz davam etdirməyi təklif edir. Müəllimlər, gördüyünüz kimi praktik təfəkkür problemin görünən anda praktik olaraq icrasını və yaxud da icrasının həll yolunun təklif olunmasını özündə ehtiva edir. Problem göründüsə, onu yeni vəziyyətə baxmaq lazım deyil, onu uzatmaq, ona nələrsə hazırlamaq, ona yeni bir şey yaratmaq lazım deyil. Anındaca ağlına gələn fikir yaradıcı fikir də ola bilər, yaradıcı fikir olmaya da bilər. Anındaca əldə olan, hal-hazırda imkan daxilində olan, belə deyək, vasitələrlə, alətlərlə problemin praktik həllini özündə ehtiva edir.